değerli izləyicilər, bugün bir kişi xəstə bizə müraciət eləmişdi qan azlığı şikayəti ilə, qan azlığı və halsızlıq şikayəti ilə və dayı illərdir qanamadan əziyyət çəkir bağırsaq qanamasından və babası diaqnozu ilə müalicə alır. Təəssüflər olsun ki, heç zaman yoxlanmayıbdı. Müayinə etdik, həqiqətən də dayının babasilləri var idi, babasil düyünləri və qanayan babasil düyünləri. Amma yəni bu da çox təəssüflər olsun ki, başqa bir mənzərə ilə qarşılaşdırır içəridə. Babasil düyünlərindən biri uzaqdır, xeyli uzaqdan içəridə, yəni bağırsağın yuxarı şöbəsində. Ekrana göstərək zəhmət olmasa. Belə bir görüntü ilə rastlaşdıq. Yəni bu heç də xoş bir görüntü deyil. Bağırsaq xərçənginin görüntüsüdür. Təbii ki, son histoloji müayinənin nəticəsi deyəcək. Amma görüntü heç də ürəkçən bir görüntü deyil. Ona görə də mən hər zaman deyirəm ki, əgər yaşınız 45-in üzərindədirsə və bircə dəfə belə olsun, qanama şikayətiniz varsa mütləq şəkildə yoxlanın.